Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Baş nazir Əli Əsədov sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Xəbərə doğru xəbər verir ki, qərara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq olaraq məhkəmənin uşağı övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşına dək uşağa görə müavinət təyin ediləcək. Təyin edilmiş müvafiq qaydalara uyğun olaraq ödəniləcək.